Dünənki imtahanda, yəni 26 aprel 9-ların buraxılış imtahanında düşmüş bu sual sualların içində ən çox bəyəndiyim sual idi. Sualda nə istəyirdi? Sualda 2 dənə kvadrat funksiyanın qrafikini verib, sxematik olaraq təsvir edib, funksiyanın qrafiklərin düsturları bu şəkildədir. Deyirdi ki, A-nın ala biləcəyi qiymətlərin cəmini tap, tam qiymətlərdən söhbət gedir, onların cəmini tapın. Şagird bilməliyik ki, kvadrat funksiya koordinat başlanğıcındadırsa təpə nöqtəsi, onda onun ümumi şəkli fx bərabərdir ax kvadratı şəklində olur. Bilməlidir ki, a müsbət olanda funksiyanın qrafikinin qolları üzü yuxarı olur. Sonra a əmsalının böyüyüb kiçilməsinə görə kvadrat funksiyanın qolları y oxuna tərəf sıxıla və açıla bilər. X oxuna tərəf, burada x oxu bu arada açıla bilər. Yəni, əvvəla birincisi, şagird bilməlidir ki, bunun qolları üzü yuxarı olduğu üçün həm fx-dakı x kvadratının əmsalı 4a minus 16 böyük olmalıdır sıfırdan, həm də 2a minus 2 böyükdür sıfır olmalıdır. Bu mütləq belədir. Nəyə görə? Çünki hər iki funksiyanın qrafikinin qolları üzü yuxarıdır. Onda buradan 4a böyükdür 16, a da böyükdür 4. Digər tərəfdən 2a böyükdür 2-dən, a böyükdür 1-dən. Zaten a 4-dən böyükdürsə, a 1-dən böyükdür şərti qüvvədən düşür. Deməli, a 4-dən böyük olmalıdır. Bu ciddə. Düzdürmü? Keçirik digər istiqamətə. O hansı istiqamətdir? Bəs mən baxıram ki, cx funksiyasının qrafikini y oxuna daha çox sıxılıb, yəni daha içəridədir. Bu da onu göstərir ki, cx-in əmsalı, x kvadratının əmsalı, qarşıdakı əmsalı, fx da x kvadratının əmsalından daha böyük olmalıdır. Yəni 2a minus 2 böyük olmalıdır 4a minus 16-dan. Bu da normal bərabərsizlik, xətti bərabərsizlik. Buradan 2a çıxılsın 4a böyük olmalıdır mənfi 16 üstə gəlinsin 2-dən. Mənfi 2a böyük olmalıdır mənfi 14-dən. Hər tərəfi mənfi 2-yə böləndə a kiçik olacaq 7-dən. Deməli, eyni zamanda a həm 4-dən böyük və 7-dən də kiçik olmalıdır. Deməli, a böyük olmalıdır 4-dən, kiçik olmalıdır 7-dən. Bu aralıqda hansı tam ədədlərimiz var? Var 5 və 6. Deməli, a 5 və 6 ola bilərdi. Bunların da cəmsi nə eləyir uşaqlar? 11 eləyir. Cavab olacaqdı 11. Və sən necə dünənki imtahanda bu sualı özün tapa bilmişdin, yoxsa atıb düz çıxartmışdın, yoxsa atıb səhv yazmışdın? Bu sual onu göstərir ki, blokda çox maraqlı suallar olacaq. Maraqlıdan nəzərdə tutduğum söhbət, yəni çətin olacaq. Ona görə də daha çox çalışmalısınız. Sağ olun.